25 manatlıq bir çek olur. Bir həkim bir xəstədən qazandığı real gəlir nə olur? Bir neçə aydan sonra olur, bunu bilirik. Amma nə olur, onu bilmək istəyirdim. Yəni, həkimin bonusuna yatan məbləğ. Hər ixtisas üzrə bu fərqlənir. Terapevt üzrə. Yəni, terapevt üzrə konkret məbləğ nə qədər mən olsa deyə bilməyəcəm. Çünki bu bizim tərəfimizdən tənzimlənən bir məbləğ deyil. Ümumiyyətlə, bu qaydalarda kim tənzimləyir? Ümumiyyətlə, öncə qeyd etdiyim kimi, istər o məbləğlər hər xidmətə görə, xidmətlər zərfindən bəli, ayrılmış. Tibbi sığorta tənzimləyir. Tibbi sığorta tərəfindən bəli, təmin olunur o məbləğlər. Siz işləmirsiniz də, veriblər sizə. 2 manata çatmır. 2 manat bir xəstəyə. 2 manata çatmır. Xeyli böyük bonusdur, yox. Yəni, real gəlir olaraq stimulunuz artdı. Bonus var, amma bu real gəliri əks etdirmir, perspektivi, motivasiyanı, stimullaşdırmanı əks etdirmir və nəticədə də bəli, müraciət sayları ola bilər. Gənc həkim bitirib, rezidenturanı bitirib, 11 il məktəb oxuyub, bir 11 il daha universitet oxuyur, 22 ildən sonra bir 27-28 yaşında bir gənc artıq həyata atılır. Özəl sektor qəbul etmir, çünki özəl sektor bugünkü günə görə təbii ki, pasiyenti olan həkim istəyir. Əlbəttə. Yəni, ora əgər bir otaq veriləcəksə, malzəmələr veriləcəksə, ən azından günə bir 5-10 xəstəsi olan həkimi öz xəstəxanasında istəyir, bu kapitalizmdir. Amma dövlət xəstəxanasına üz tutur, bu dövlət xəstəxanasının ilk 3 ildə bir çoxsu məcburdur artıq çıxmağa.